Salam, hər vaxtınız xeyir olsun. Hörmətli kanal izləyicilərimiz. Ürək açıqlığı məndə danışa bilərəm. Siz də bu evə sahib ola bilərsiniz. Deyin niyə görə? Tikinti qaydalarına tam olaraq riayət olunub. Söz ola bilməz. Yəni keyfiyyətinə söz ola bilməz. 2 sot yarım torpaq sahəsində kubcalı geniş 5 otaqdır ya. Geniş 5 otaq. Həyətyanı sahəsində bisetkaya baxın. Yəni o hələ belə bisetkalardan deyil. O 500 manata, 1000 manata yığılan bisetkalardan deyil. Bisetkaya hələ 4500 manat pul xərclənilib. Gördüyünüz kimi qəşəng bisetka yığılıb həyət sahəsinə. Avtomobildəki rahat şəkildə 5-6 avtomobil daxil ola bilər. Yəni nəhəngliyinə, genişliyinə şahidsiniz. Yerdən kürsüyə baxın dəyərli izləyicilərimiz. 6 daş buradan kürsü görsənə bilər, amma zirzəmiyə baxın. Rahat şəkildə adam boyu 2 metr 20 sm hündürlüyündə zirzəmi, bütün otaqların altına da keçid var və evin arxa hissəsinə də keçid var. Dəyərli izləyicilərimiz, öncədən çəkib göstərirəm ki, yəni ona görə ki, evdə təmizlik işləri qalıb. Xırda nüanslar var ki, onlar tam hazır şəkildə alıcısına təhvil veriləcək. Qalxıram əsas təmirli hissəsinin təqdimatına. Pultla idarə olunan javuz qapısı, əl qapısı adlı yerləşir. Tam yaşayışlı məhəllədə yerləşir. Evin önündə fon işıqlar da, ön fasadda fon işıqlar da var. Baxın, hansı bir evdə bu genişlikdə dəhliz var. Heç bir evdə bu genişlikdə dəhliz yoxdur. İkinci mərtəbə baxın, beton piləkən, üzü 5 materialdan işlədir. Hal-hazırda tam işlər yekunlaşmayıb. Haradasa maksimum 2 günlük, 3 günlük bu evdə iş qalıb. Ev tez satılacaq. Tez satılacaq, gəlin müraciət edin. Bu keyfiyyətdə, bu genişlikdə ikinci bir ev bu qiymətə tapmaq olmaz. Dəhliz qranit mütləq, mətbəx qranit mütləq istifoldan təchiz olunub. Sağ tərəfdə yerləşir, geniş, nəhəng qonaq otağı. Baxın, belə bir qonaq otağı var. Pəncərəsi vitraj pəncərə, həyətyanı sahəsinə baxır. Burada yerləşir mətbəx. Maşallah, mətbəxin genişliyinə söz ola bilməz. Tavanına figurlar, gizli işıqlar, çıl-çıraqlarına kimi hər birisi bəzədilib. Birinci mərtəbədə olan yataq otağı, genişliyə baxın, genişliyinə söz ola bilməz və sanitar qovşaq. Qaşı daşla inşa olunub, fundament, kəmər, mərtəbə arası, monolit, beton, dekorativ güzgüdən də istifadə olunub bu hissədə. Qalxıram ikinci mərtəbənin təqdimatına. Piləkənin yeri çox genişdir, rahat şəkildə, yəni yorucu deyil. Süraylər qalıb, onlar da tamamlanacaq. İkinci mərtəbənin dəhlizi, bölgə yenə də dəhliz vasitəsilə aparılıb. Baxın, hər bir hissədə gizli işıq figurdan bəzədilib. Burada yerləşir yataq otağından birincisi. Genişliyə baxın yataq otağında, qonaq otağı genişliyə yataq otağı. Yəni burada əşyaların yerləşdiyi sözü yoxdur. Yəni əşyalar tam rahat şəkildə yerləşdirilir. Abşeron rayonu Masazır qəsəbəsi, Hakim Abbasov küçəsi marşrut xəttinə də yaxın yerləşir. Daşqın bazarına yaxın yerləşir. 6 sayılı məktəbin arxa tərəfində 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb gəlib bu evə sahib olarsınız. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Qiymət yaddan çıxmışdı. 158.000 için qiymətli real müştərilərdən qiymətdə razılaşmaqda olacaq. İzlədiyi üçün bir daha hər birinizə təşəkkür edirəm.